Bir aydan artıqdır ki, 8 noyabr prospektində təmir işləri aparılır. Layihəyə əsasən yolun kənarında piyadaların hərəkətini asanlaşdırmaq üçün səki və velosiped yolu salınacaq. Eyni zamanda zolaqlardan biri avtobuslar üçün ayrılacaq ki, bu da sürücülərin narazılığına səbəb olur. Mən elə bilirdim, əksinə artırılır. Balacalaşmağı pis. Nəyə görə balacalaşdırırlar ki? İtaq-itaq qonusunda burada maşın çox olur. Bu küçə həmişə Qurujomlu küçəmiz olub. Yəni bunu hamı bilir. Yəni azalmağı pisdir. Əksinə nəticələr daha yaxşı olur. Biri keçdi, getdi velosipedə, biri də avtobus. Yerdə qaldı 2 zolaq. 2 zolağın da biri gedib Enzelisə dönəcək, bir dənə zolaq düz gedəcəkdir. Düz gedəcəkdir, düzə də heç o yığışmayacaq. Bunun dalı düz deyə keçmiş Qaqarın körpüsünü keçəcək o tərəfə. Probka olacaqdı. Ən azından biz istədiyimiz yerdən o birisi yerə əvvəl məsəl üçün 15-20 dəqiqə çatırdıqsa, indi yəqin ki, vaxt amili biraz çoxalacaq. 8 noyabr prospekti paytaxtın əsas yollarından hesab edilir. Hər gün buradan keçən sürücülər yolun daha da genişləndirilməsinə ehtiyac olduğunu deyirlər. Onlar xüsusilə günün pik saatlarında yolda hərəkətin çətinləşməsindən şikayətlənirlər. Mütəxəssislər isə əksini düşünürlər. Yenidən qurma işlərindən sonra zolaqların eni 3 metr 10 sm olacaq. 3 metr 10 sm olmaq şərti ilə 3 zolaq avtomobillərə, 1 zolaq sırf avtobuslara ayrılacaq və həmçinin geridə qalan məsafə, geridə qalan en kəsiyi isə bufer zonaya, velosiped zonasına və piyada səkisinə ayrılıb. Bütün prospekt boyu artıq kəsimsiz olaraq piyada zolağı olacaq, velosiped zolağı olacaq. Bu prospekt boyu belə deyək, təhlükəni bir qədər azaldacaq. Prospektdə aparılan təmir işlərinə cavabdeh qurum olan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, məqsəd nəqliyyat vasitələrinin, xüsusilə də ictimai nəqliyyatın rahat hərəkətini təmin etməkdir. İctimai nəqliyyatın tıxacda və sıxlıqda qalması bütün xətt boyunca intervalın pozulmasına gətirib çıxarır. Biz inanırıq ki, hərəkət iştirakçıları avtobus zolağına daxil olmayacaqlar və bu daha çox sərnişin daşımasına imkan yaradacaq. Eyni zamanda bu zonada yaradılıb ki, əsas hərəkət zolağından velosiped zolaqları və piyadaların hərəkəti bu zona vasitəsilə hərəkətin əsas zonasına ayrılıb. Bu da rahat şəkildə təhlükəsizliyə hesablanmış addımlardır. Sürücülərin ehtimallarının düz çıxacağını, yoxsa qurumun layihəsinin özünü doğruldacağını isə prospekt təmirdən sonra istifadəyə verildikdə görəcəyik. Qasım Xuluflu, İlqar Abdullayev, Kamran Namazov, İTV Xəbər.